Başlayaq birinci testdən. Deyir, okeanları birləşdirən boğazları müəyyən edin. Y variantından başlayaq. Kerç boğazı bilirsiniz ki, Azov dənizi ilə Qara dənizi birləşdirir. Yəni bu ayrı bir okeanları birləşdirmir. Getdi. Bonifacio boğazı Aralıq dənizi içərisində yerləşir. Korska və Sardiniya adalarını ayırır. Messina boğazı isə Siciliya adasından Apennin yarımadasını ayırır. Yəni bunlar heç bir okeanı ayırmır. Drake bəli okeanları birləşdirir. Torres boğazı okeanları birləşdirir. Avstraliyanın şimalındadır. Hind okeanı ilə Sakit okeanı birləşdirir. Lakin Kunaşir boğazı bunlara aid deyil. Kunaşir boğazı hardadır? Biz indi onun yerini sizə göstərəcəyik burada. Kunaşir boğazı Kuril ilə Yapon adalarını ayıran boğazdır. Ona görə bu variant da getdi. Bunda çıxdıq sıradan. Növbəti C variantına baxırıq. Tatar boğazı. Tatar boğazı bildiyiniz kimi Sahalin adasından materiki ayırır. Ona görə o buradadır. Okeanları birləşdirmir. Ona görə bu da getdi. Koreya boğazı, Tayvan boğazı yalnız Sakit okeanda yerləşir. Torres boğazı və Bas boğazı. Torres buradadır. Bas isə buradadır. Hind okeanla Sakit okean əlaqələndirirlər. Bering boğazı isə Sakit okeanla Şimal Buzlu okeana əlaqələndirir. Ona görə doğru cavabımız elə B bəndindədir. A variantında Danimarka boğazı okeanları əlaqələndirir. Hudson boğazı okeanları əlaqələndirir və Bering boğazı yenə də okeanları əlaqələndirir. Deməli, burada həm A, həm də B variantı doğru variantdır. Danimarka, Hudson, Şimal Buzlu okeanla Atlantik okeanı əlaqələndirir. Bering boğazı isə Sakit okeanla Şimal Buzlu okeanı əlaqələndirir. A və B variantları doğru variantlardır. Nə yazmışdınız bura? D variantı yazmışdım. B A variantı. variantı. B variantı. B variantı. Bəli, A və B hər ikisi doğrudur. Yəni sualda texniki səhv var. Növbəti suala baxıram, hər iki variant doğrudur yəni. Aralıq dənizi ilə Qırmızı dənizə ortaq cəhətləri seçin. Aralıq dəniz buradadır, Qırmızı dəniz isə burada. Deyir, iri çaylar üçün eroziya bazisi hesab edilir. Qırmızı dənizə heç bir demək olar ki, iri çay tökülmür. Ona görə bu ortaq xüsusiyyət deyil. Çünki hər tərəfi səhralarla əhatə olunub. İki materikin sahillərini yuyur. Avrasiya və Afrika materiklərinin sahillərini yuyur. Hər ikisi üçün ortaq xüsusiyyətdir. Tropik xətt ilə kəsişir. Bu Qırmızı dənizə aiddir. Aralıq dənizi kəsişmir. Orta duzluğu Dünya okeanının orta duzluğundan çoxdur. Dünya okeanının orta duzluğu 35 promildir. Qırmızı dənizdə nə qədərdir? 42 faiz. 42 promildir. 42. Bəli, Aralıq dənizində nə qədərdir? 39. 38 promil qəbul edilir. Ona görə bu ortaq fikirdir, yəni götürəcəyik bunu. Sahəsi genişlənən okeana aiddir. Bəli, biz bilirik ki, Hind okeanla Atlantik okeanın sahəsi genişlənir, Sakit və Şimal Buzlu okean sahəsi isə kiçilir. Bu da oxşardır. Litosfer tavanın toqquşma zonasında yerləşir. Qırmızı dəniz divergent zonada yerləşir. Ayrılma. Burada Ərəbistanla Afrika ayrılır. Aralıq dənizi isə Afrikanın Avrasiyanın birləşmə zonasında yerləşir. Toqquşma zonasında. Biri toqquşma, biri ayrılmadır. Ortaq xüsusiyyət 2, 4, 5 olacaq. C variantı doğru variantdır. Üçüncü suala baxaq. Deyir, cədvələ əsasən dənizlərin səciyyəvi əlamətlərini seçin. Bering dənizi. Bering dənizi buradadır. Görürük xəritəni. İki qitədən axan çaylar üçün eroziya bazisidir. Bəli, burada həm Avrasiyadan axan, həm də Şimali Amerikadan axan çaylar üçün eroziya bazisidir deyə bilərik. Bu doğru. Qara dəniz şimal hissəsində cavan dağlara rast gəlinmir deyir. Qara dənizin şimal hissəsində hansı cavan dağlar var xatırlayırsınızsa? Tamam. Krım dağları. Şimalında Krım, Pont cənubunda Tavr dağları, Pont dağları var. Deməli bu yanlışdır. Karib dənizi zəngin neft ehtiyatlarına malikdir. Doğrudur. Karib dənizində yerin bilirsiniz ki,
Şimali Amerika ilə Cənubi Amerika materiklərinin sahillərini yuyur. Şimal dənizi bütünlükdə qərb yarımkürəsində yerləşir. Şimal dənizi Qrinviç xətti kəsdiyinə görə bu yanlış ifadədir. Yapon dənizi mövqeyinə görə kənar dənizdir. Yapon dənizi bəli kənar dənizlərdir. Çünki bir tərəfi materikə söykənir. Ona görə kənar dəniz deyirik ona. Baltik dənizi iki qitənin sahillərini yuyur. Yanlışdır. Baltik dənizi yalnız Avropa qitəsinin sahillərini yuyur. Bizdən uyğunluğu istədiyinə görə 1, 3, 5 götürəcəyik. C variantı doğru variantdır. Uyğunluq gözlənilmişdir. Okean, dəniz və sahillərini yuduğu materik. Bu xəritəni ümumiləşdirim ki, hamısını rahat görə bilək. Aha, belə görmək olur. Deyir, Hind okeanında Andaman dənizi yerləşir. Bəli, Andaman dənizi Hind okeanındadır. Amma Avstraliya materikinin sahillərini yumur. Avstraliyadan kənarda, Avrasiyanın sahilləri. Sakit okeanda Bering dənizi yerləşir. Şimal buzlu okeanın sahillərini yuyur. Şimal Amerikanın sahillərini yuyur, üzr istəyirəm. Doğru. Atlantik okeanda Ərəbistan dənizi yerləşir. Bu elə yanlışdır. Hind okeanında yerləşməlidir. Olmaz. Şimal buzlu okean, Baffin dənizi Şimal buzlu okeanda yerləşir. Düzdür, Baffin dənizi buradadır. Şimali Amerikanın sahillərini yuyur. Şimali Amerika materikinə məxsus Baffin torpağının sahillərini yuyur. Düzdür. Atlantik okeanda Karib dənizi yerləşir və Afrikanın sahillərini yuyur deyir. Əlbəttə ki, səhvdir. Şimali və Cənubi Amerikanın sahillərini yuyur. Sakit okean, Filippin. Sakit okeanda deyir, Filippin dənizi yerləşir və Avrasiyanın sahillərini yuyur. Materik olaraq Avrasiya materikinə mənsub adaların. Əslində, materik olaraq bilirsiniz ki, biz quru sahəsini tam olaraq götürürük. Yəni, materik deyəndə biz əslində adaları nəzərə almırıq. Qitədə adalar nəzərə alınır. Amma bu sualda yəqin ki, kontinent yer qabığına malik olan ərazilər nəzərdə tutulur. Ona görə Avrasiyaya məxsus olan adaların sahillərini yuyur deyə biz bunu 2, 4, 6 kimi götürə bilərik. Doğru cavab C bəndində olacaq. 5-ci suala baxaq. Ən çox, ən yayğın sual tiplərindəndir. Sahilləri iki okean suları ilə yuyulan yarımadaları seçin. Uşaqlar, Alyaska yarımadası yalnız bu hissədir. Yalnız Sakit okean suları ilə yuyulur. Ona görə iki okean deyil. İki okean suları ilə yuyulan yarımadaları mən burada birbaşa qeyd edə bilərəm. Labrador yarımadası, Skandinaviya yarımadası, Skot yarımadası, Hintsin, Malakka, Cape York və Antarktida yarımadaları biz qeyd edə bilərik. Antarktidanı artıq Cənub okean qəbul etsək, bunu hesab etməyəcək. Hələ ki, bunları qeyd etmək kifayətdir. Jutlandiya yoxdur bu siyahıda. Ona görə Jutlandiyanı çıxacaqsınız. Hintsin Cape York var. Cape York, Skandinaviya, Labrador, Skot var. Ona görə C variantı doğrudur. Alyaska yoxdur. Jutlandiya yoxdur. Butiya yoxdur. Cape York, Labrador, Skot. Butiya burada yerləşir. Mersin burnu oldu. Yalnız Şimal buzlu okeana aid. Ona görə doğru cavab C variantıdır. 6-cı suala baxaq. Okean, dəniz, mövqeyi. Hind okeanında Andaman dənizi yerləşir, kənar dənizdir. Biz göstərdik Andaman dənizinin yerin. Bir daha təkrar edək. Şimal buzlu okeanda Laptevlər dənizi daxili dənizdir. Laptevlər dənizi buradadır, amma daxili dəniz deyil, kənar dənizdir. Sakit okeanda Fiji adalararası dənizdir. Bəli, Fiji bax buradadır. Adalararası mövqeyinə malikdir. Atlantik okeanda Şimal dəniz. Şimal dəniz kənar dənizdir, adalararası deyil. Atlantik okeanda Adriatik dəniz burada yerləşir və daxili dənizdir, düzdür. Uyğunluq istədiyinə görə 1, 3, 5 olacaq. C variantı uyğun fikirdir. Sonra 7-yə baxaq. Deyir, sahilləri iki okean suyu ilə yuyulan adaları seçin. Gəlin biz bu adalara ümumiyyətlə baxaq görək hansı adalardır. Yenə də mən hamısını bir-bir qeyd edəcəm. Baffin torpağı adası, Qrənlandiya adası, İslandiya adası,
Sonra burada Sumatra, Yava adası, Kalimantan yoxdur sırada. Sonra Yeni Gvineya adası var. Sulawesi'də yoxdur. Yeni Zelandiyada yoxdur. Filippində yoxdur. Ee, Deməli Tasmaniya var. Bir də burada Odlu Torpaq adası var. Bunları bilmək lazımdır. Adalara, bizə deyir ki, indi biz bu adaları seçməliyik. Odlu torpaq var, Baffin torpağı var, İslandiya var, amma Şri-Lanka yoxdur. Bunu çıxdıq. Kalimantan yoxdur siyahıda, ona görə çıxırıq. Tasmaniya, odlu torpaq, Qrenlandiya var. Tasmaniya var, Sumatra var, İslandiya var, odlu torpaq var. C variantı doğrudur. Komandar adası yoxdur. Golf adası yoxdur. Tristan da Cunha yoxdur. Pasxa yoxdur. Bunların heç biri yoxdur. Kuba, Baham, Haiti, Havay. Bunların da heç biri yoxdur bu siyahıda. Doğru cavab C bəndində Müəllim, verilmiş. bəs Kalimantan adası yuyulmur iki okean suları Xeyr, ilə. yalnız Sakit Okean suları ilə yuyulur. Kalimantan adası buradadır. Yalnız Sakit Okeanda. Sərhəddi görmək istəsən, sərhəd buradan keçir. Belə. Xəritə sxemində rəqəmlərə uyğun gələn coğrafi obyektləri müəyyən edin. Bir, burada boğazlar verilib ancaq. Yaponiyanın şimal və cənub adasını, yəni Hokkaido ilə Honshu-ni ayırır. Sungar boğazı, Tatar boğazı deyil, Kunaşir deyil. 2. Zond adasıdır, Yava ilə Sumatra adasında. Zond. 3. Timor dənizi. 4. Kuk boğazı. Birinci Timur, sonra isə Arafur dənizi gəlir. Ona görə D variantı doğru variantdır. 9. Kənar dənizləri seçin. Tasman kənardır, Mərcan kənardır, Sarı kənardır, Oxot kənardır. A variantı ödəyir. B variantı Aralıq daxilidir, Mərmərə, Qara, Azov daxilidir. Ecey daxilidir. Digərləri ödəyir. Tasmaniya ödəyir, Qara daxilidir, Aralıq daxilidir, Fizi adalar arasıdır. Bu da ödəmir. Ecey daxilidir, Aralıq, Qara daxilidir, Şimal dəniz kənardır. Doğru cavab A bəndində verilmişdir. 10-cu suala baxaq. Adalararası dənizləri müəyyən edin. Adalararasını soruşur bizdə. Aralıq dəniz daxili dənizdir. Karib kənardır. Mərcan kənardır. Fici adalararasıdır. Oxot kənardır. Azov daxilidir. Oedel kənardır. Lazarev kənardır. Yapon kənar. Sarı kənar. Bering kənardır. Timor kənardır. Arafur kənardır. Andaman kənardır. Ərəbistan kənardır. Qırmızı dəniz daxili dənizdir. Fici, Yava, Filippin, Sulawesi isə adalararası dənizdir. Filippin burada. Yava burada. Sonra Fici burada. Sulawesi də Sulawesi adasının üst tərəfində bu burada. İki materikin sahillərini yuyan dənizləri seçin. Ümumiyyətlə Xəzər dəniz deyil deyə bunu çıxacaqsınız. Aralıq olar, qırmızı olar, amma qara olmaz. Qara dəniz iki qitənin sahillərini yuyur, iki materikin yox. Ona görə bu yanlışdır. Amma Aralıq Afrika və Avrasiyanın, qırmızı Afrika və Avrasiyanın sahillərini yuyur. Andaman yalnız bir materik sahillərini yuyur. Burada da Andaman. Yapon olmaz, Aralıq olar. Oxot yalnız bir materikdir. Ona görə bu da gedir. Karib, Şimali Amerika, Cənubi Amerika 2 materik. Aralıq Afrika, Avrasiya 2 materik. Qırmızı Afrika, Avrasiya 2 materik olacaq. Doğru cavab Y bəndində verilmişdir. 12. Coğrafi obyektləri rəqəmlərə uyğun olaraq müəyyən edin. 1. İrlandiya dənizidir. 2. Biskay körfəzidir. 3. Padikali boğazıdır. 4. Lamaş boğazıdır. 5. Egey dənizidir. Doğru cavab Y bəndində verilmişdir. 13. Uyğunsuzluğu müəyyən etməyimizi istəyir. Sidra körfəzi Aralıq dənizində yerləşir, Atlantik okeana aiddir deyir. Sidra körfəzi buradadır, Afrikanın şimalında. Bu uyğundur. Şelixov Oxotdadır, sakitdir, bu da uyğundur. Fandi körfəzi Baltik dənizindədir. Fandi körfəzi Baltik dənizində deyil. Bax, bu yanlışdır. Fandi körfəzi Şimali Amerikadadır. Baltik dənizində olan Findir.
Ədən körfəzi Qırmızı dənizdə deyil, səhvdir. Ungava körfəzi Baffin dənizində deyil, bu da səhvdir. 1, 2, 3 uyğunsuzdur. Deməli, doğru cavab A bəndində verilmişdir. 14 nömrəli tapşırığa baxaq. Okean, ada. Azor adaları Sakit Okeanda yerləşir, deyir. Səhvdir. Azor Atlantikdə yerləşir. Bax, buradadır, xəritədə göstərin. Pasxa Atlantikdədir ifadəsi səhvdir, sakitdədir. Bax, buradadır. Kuba adası Hinddədir, deyir. Səhvdir, Atlantikdədir, buradadır. Yeni Zelandiya Hinddədir, deyir. Səhvdir, Sakit Okeandadır. Elsimir Şimal Buzlu Okeandadır, düzdür. Elsimir bax, buradadır. Doğru cavab Y bəndində verilmişdir. 15 nömrəli tapşırığa baxaq. Alyaska yarımadasının sahilləri iki okean suları ilə yuyulur. Bayaq dedik ki, Alyaska yarımadasında ancaq bir okeandır. Ona görə səhvdir. Şimal Amerikanın sahilləri üç okean suları ilə yuyulur ifadəsi düzdür. Şimal Buzlu Okean, Atlantik Okean və Sakit Okean. Baltik, Karib və Labrador dənizləri eyni okeana aiddir. Karib, Labrador və Baltik dənizləri hər biri Atlantik Okeana aiddir. Bura Karib, bura Labrador, bura isə Baltik. Atlantik Okeandır hər üçü. İran, Meksika və Hudson körfəzləri əslində dənizdir, səhvən körfəz adlandırıblar. Düzdür. Orta okean silsilələri yalnız Atlantik Okeanda rast gəlinir. İfadəsi yanlışdır. Bütün okeanlarda orta okean silsilələri mövcuddur. Skagerrak və Kattegat boğazları okeanları əlaqələndirir ifadəsi də yanlışdır. Skagerrak və Kattegat Şimal dənizi ilə Baltik dənizini birləşdirən boğazlara aiddir. 2, 3, 4 sualımızın doğru variantıdır. Növbəti. Vulkanik mənşəli adaları seçin. Böyük Sədrifi. Vulkanik deyil, mərcan mənşəlidir. Havay adaları vulkan mənşəlidir. Azor vulkan mənşəlidir. İslandiya ən böyük vulkanik mənşəli adadır. Yava materik mənşəlidir. Bu mərcandır, bu materik deyək. Madagaskar materikdir. Bizdən vulkanik mənşəli adaları istədiyi necə 2, 3, 4 deyəcək. Uyğunluğu müəyyən etməyimizi istəyir. 17-də adalararası dənizlər, kənar dənizlər və daxili dənizlər. Tasmaniya adası dənizi buradadır. Materikə söykənir deyə bu kənardır. Sulawesi sırf adaların içərisindədir deyə adalar arasıdır. İon dənizi Aralıq dənizi içərisindədir deyə daxili dənizdir. Azov daxili dənizdir, bilirsiniz buradadır. Banda burada adalar arasındadır, Zond adalarındadır. Beaufort dənizi Beaufort. Müəllim, Banda adalar arası deyil. Bəli müəllim. Banda elə Banda deyil. adalar arasıdır. Banda burada da adaların içərisindədir. Bu bura gedəcək adalar arası. Yeri qarışdırdım, gözüm yayındı. Banda bura gedəcək. Beaufort dənizi də bura gedəcək. Kənar dənizə. 6. Deməli, adalar arası dənizə getdi. Sulawesi, Banda. Kənar dənizinə getdi. 1-6 Tasmaniya və Beaufort. Daxili dənizlərə getdi. İon və Azov. Bəli, 2-5, 1-6, 3-4 olacaq. Situasiyaya baxaq. Deyir, A okeanı 4 yarımkürədə yerləşir. Ekvator xətti və Greenwich xətti eyni anda kəsişir. Və meridianların istiqaməti orta okean silsilələrlə müşahidə edilir. Ən çox dəniz, daxili dəniz məhz bu okeandadır. A okeanı Atlantik Okeanı. adını və sahillərin yediği materikləri qeyd edin. Atlantik Okean, Şimali Amerika, Cənubi Amerika, Afrika və Avrasiya materiklərini qeyd edə Bir də bilərsiniz. Antarktida. Antarktida artıq Cənub Okeanı qəbul edildiyinə görə, yəni Cənub Okeanı yalnız Cənub Okeanı suları ilə yuyulur deyəcəyik. Sonra 19-a baxaq. A okeanında yerləşən daxili dənizlər və kənar dənizlər hərəsinə aid 3 dənə nümunə istəyir. Kənar dənizə məsələn Karib dənizi yaza bilərsiniz. Labrador dənizi yaza bilərsiniz. Şimal dənizi yaza bilərsiniz. Bunları yazmaq olar. Daxili Müəllim, dənizlərə Norveç yazmaq olar. hara? Norveç yazmaq olar kənara. Norveç və Barents dənizləri Şimal Buzlu Okeanın donmayan dənizlərdir. Yəni bunlar Şimal Buzlu Okeana aiddir. Səhv götürüləcək. Bura yenə deyirəm, Labrador yazılacaq.
Karib yazılacaq və Şimal dənizi yazıla bilər. Sonra daxili dənizlərinə Aralıq dənizi yaza bilərsiniz, Qara dənizi yaza bilərsiniz, Baltik dənizi yaza bilərsiniz, Azov dənizi yaza bilərsiniz, Adriatik yaza bilərsiniz, İon, Tiren, Egey, Mərmərə, Qara Azov və s. bunları qeyd etmək olar. A okeanına aid sayı ən azı 3 olmaqla dəniz, körfəz, boğaz qeyd edin. Dənizlər qeyd etdikdə Cəbəlli Tarik boğazı ola bilər. hə? Cəbəlli Tarik boğazı. Boğaz olaraq Cəbal Tarix yaza bilərsiniz, düzdür. Boğaz Meksika olaraq körfəzi. Bosfor yaza bilərsiniz boğaz olaraq. Boğaz olaraq sonra Kerç boğazı La yaza Manş bilərsiniz. olar. Dardanel, Teşekkürler. Lamaş, Padikali, Magellan. Magellan, Drake Panama. boğazı, sonra Danimarka boğazı, Panama Davis olar. boğazı, Hudson boğazı. Sonra Panama. Panama kanalı süni boğazdır. Yazsaz məncə süni olduğuna görə götürməzlər. Burada Florida boğazı var. Yəni çoxdur boğaz. Yazmaq olar. Sonra körfəzdən deyir. Hansı körfəz yaza bilərik? Meksika. Men Fandi, düzdür? Meksika körfəzi, Qvineya körfəzi, Benim. İska körfəzi yaza bilərsiniz. Sonra burada Baltik dənizi içərisində Botnik, Fin, Riga körfəzlərini yaza bilərsiniz. Hudson Afrika körfəzi şimalda yazmaq Sidra. olar. Necə? Hudson körfəzi. Hudson körfəzi şimal buzlu okeana aiddir uşaqlar. Ona görə də o doğru deyil. Sonra burada La Plata körfəzini yaza bilərsiniz. Yəni yazmalı olduğumuz, ehtimal etdiyimiz variantlar çoxdur.